Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi 2027-ci ildə ibtidai sinif müəllimləri üçün növbəti sertifikasiya imtahanı keçiriləcək. Bunu nəzərə alaraq sizlər üçün növbəti kömək layihəmizə başlayırıq. Tam imtahan formatında 25 suallıq ümumi sınaqları çəkib sizlər üçün təqdim edəcəyik. Təbii ki, kanalımızda ibtidai sinif müəllimləri üçün kifayət qədər resurs var. Mövzu izahları olsun, sınaq izahları olsun. Yenə də eyni izahlarımız davam edəcək. Bu ümumi sınaqlar isə ümumi sınaq 1-dən başlayacaq və sizi tam imtahana hazır hiss elətdirəcək. Son yenilənmiş proqram əsasəndir sınağımız. Bir şey nəzərinizə çatdırım ki, müəllimlərdən çox saylı suallar alırıq ki, bəs sual müəllim, növbəti imtahan deyilənə görə çətin olacaq, deyirlər çox çətin olacaq və s. və ilə axır. Bu deyilənə görə bunları və s. bunları qoyun kənara, imtahana fokuslanın. Bax, son sertifikasiya imtahanı keçirildi iyun ayında. Kifayət qədər normal imtahan idi. Hətta deyərdim ki, 2003 və 2024-cü ildə 2026 keçirilən sertifikasiya imtahanlarının qat-qat asandır. Yəni son keçirilən sertifikasiya imtahanı. Ona görə dəyərli müəllimlər, qətiyyən narahat olmayın. Nazirliyin verdiyi bir proqram var. Biz o proqram üzrə gedirik. Təbii ki, hər mövzu ilə bağlı onsuz da tutaq ki, yaş məsələsi olsun və ya tutaq ki, sürət məsələsi olsun, kater məsələsi olsun, həmin mövzu ilə bağlı sadə, orta və ola biləcək ən çətin sualları da dərslərimizdə biz işləyirik. Bundan qətiyyən narahat olmayın, sadəcə belə deyək, dərslərə fokuslanın, hazırlığa fokuslanın. Bizim endirimli sentyabr qruplarına qeydiyyatımız davam edir. Qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız, bir də bir şey deyim, izahlarına keçməmişdən öncə, sualların hər biri imtahanda istifadə olunmuş sualların alternativləridir. Maksimum şəkildə çalışıram ki, imtahanda istifadə olunmuş sualların əsasında sizlərə və düşə biləcək suallar əsasında sizə sınaqlar hazırlayaq. Uzunluğu 40 metr olan düzbucaqlı şəklində əkin sahəsinin eni uzunluğunun 8-də 5 hissəsinə bərabərdir. Düzbucaqlı şəklində olan əkin sahəsidir. Bunu çəkək. Uzunluğu 40 metrdir. Eni uzunluğunun 8-də 5 hissəsinə. Ədədin hissəsinin tapılması. 40-ın 8-də 5-ini tapmaq üçün 40-ı bölürük 8-ə, vururuq 5-ə. 40-ı 8-ə böləndə 5, 5 dəfədə 5, 25. Deməli, onda bunun uzunluğu 40 metrdir, eni 25 metrdir. Bu sahənin ümumiyyətlə düzbucaqlı formasında olsun, kvadrat formasında olsun, taxıl əkilir, pomidor əkilir, çiyələk əkilir və s. deyiləndə biz əvvəlcə o sahəni tapmalıyıq. Bizim sahəmiz də düzbucaqlı formasındadır. Düzbucaqlının sahəsi 40 vurulsun 25 bərabərdir 1000 kvadrat metr. İndi bu sahənin, yəni 1000 kvadrat metr sahənin 5də 3 hissəsində çiyələk əkilir. Sonra 1000-in 5də 3 hissəsini 1000-i bölürsən 5-ə, vurursan 3-ə, bu elədi 600 kvadrat metr. Hissəsində çiyələk əkilir. Qeyd eləyək çiyələk. Qalan hissəsi nə qədərdir? 1000-dən 600-ə çıxırsan, 1000 çıxılsın 600 bərabərdir 400 kvadrat metr. Burada isə pomidor əkilir. Pomidor. İndi bizdən soruşur ki, pomidor əkilən sahə, çiyələk əkilən sahədən nə qədər azdır? Yəni 400 600-dən nə qədər azdır? Bir ədədin digər ədəddə nə qədər az və ya çox olduğunu tapmaq üçün böyükdən kiçiyi çıxarıq. Bərabərdir 200. Doğru cavab elədir burada D variantı. Növbəti suala baxırıq. Növbəti sualımız proqrama sonradan əlavə olunmuş, yəni sertifikasiya proqramında əvvəl yox idi, sonradan əlavə olunmuş fəza fiqurlarından bağlıdır və fiqurdan kəsib çıxarmalardır. Kanalımızda bununla bağlı bir dənə dərsimiz var. Fiqurdan kəsib çıxarmalar. Mütləq həmin izaha baxsaz tam aydın olacaq. Aşağıdakı fiqur ölçülər verilmiş kuboiddən, kuboid düzbucaqlı paralellepiped deyə bilərik. Digər kuboidin kəsib çıxarılması ilə əldə olunur. Görürük ki, buradan bunun bir küncündən elə bil ki, bax bu hissəni biz buradan kəsib çıxarmışıq. Bu hissəni kəsib çıxarmışıq. İndi bizə deyir ki, qalan fiqurun həcmini tapın. Qayda, dəyərli müəllimlər. Əgər belə bir fəza fiquru verilibsə, bunun hər hansı hissəsindən kəsilib çıxarılıbsa, hər zaman böyüyün həcmindən çıxarılanın həcminə çıxırıq, yerdə qalan fiqurun həcmi olur. Bu da bildiyimiz düzbucaqlı paralellepipeddir və ya kuboiddir. Kuboidin həcmi 3 ölçünün bir-birinə vurulmasıdır. Biz birinci fərz edirik ki, bu bütövdür, yəni əvvəlki al 18, 12, 10. 18 vurulsun, 12 vurulsun, 10. 3 ölçünü bir-birinə vururuq. Bu elədir 2160. İndi burada ölçü verilmişsə, elə belə də yaza bilərsiniz. İndi keçir növbəti hissəyə. Bu kəsilib çıxarılanı mən sizə belə bir dilimi kəsib çıxarmışıq da. Elə bil belə kuboid formasında bir pendirdən bir küncündən belə bir hissəni kəsib çıxarmışıq. Bu hissənin ölçüləri də, bu kəsib çıxarılan da kuboiddir. Bunun ölçüləri də burada verilib. 5-dir, 9-dur, 8-dir. Bunun da həcmini tapıb ümumidən çıxacağıq.
5 vurulsun, 9 vurulsun. Nə deməli 5, 9, 8. 5, 9, 8. Buradan 5 dəfə 8, 40, 40-ı da 9-a vuranda 360. İndi qalanın həcmini tapmaq üçün ümumidən 2160-dan 360-ı çıxarıq, qalar 1800. Doğru cavab A variantı. Artıq buradan siz bir sualla bir mövzunu öyrənmiş oldunuz. Növbəti 3-cü suala baxırıq. 3-cü sualda bizə deməli verilib ədədində neçə yüzlük var? Dəyərli müəllimlər, ədəddə neçə yüzlük, neçə minlik, neçə onluq var deyəndə həmin soruşulanda neçə dənə sıfır varsa verilən ədədin sonundan, axırından sıfırların sayı qədər rəqəm silirik. %2 dənə sıfırımız var və bizim ədədimiz 56481 ədədidir. Neçə yüzlük var deyirsə sıfırların sayı qədər, yəni 2 dənə rəqəm siləcəyik buradan. Cavab elədi 564. Doğru cavab Y variantında. Neçə onluq desə bir rəqəm silərdik. Neçə təklik var desə ədədin özü qədər. 4-cü suala baxırıq. Bölənimiz 18. Natamam qismət sözü varsa, deməli natamam varsa bu qalıqlı bölmədən söhbət gedir. Bölünən bölən natamam qismət 36 olarsa ən böyük bölünəni tapın. Bölünən burada ən böyüyün yeri buradır. Biz də qalıqlı bölmədən danışanda bilməli olduğumuz illərdir dediyimiz ən vacib qayda, qanun bundan ibarətdir ki, qalıq hər zaman, yazıram bura, qalıq hər zaman böləndən kiçik olmalıdır. İndi bizim bölənimiz 18-dir. Qalığımız 18-dən kiçik olan ən böyük ədəd hansı olacaq? 17. Bura yazıram 17-ni. İndi bölünəni tapmaq üçün, buradakı bu bölünəni tapmaq üçün 18-i vururam 36-ya. 18 vurulsun 36, üstə gələk 17. Bu da bərabərdir. Nə qədər eləyəcək? 18-i 36-ya vurub, üzərinə də 648 eləyər, üzərinə 17 gəlsək 665. Deməli, doğru cavab burada D variantı. Hər bir sual, ümumiyyətlə əvvəlki illərdə sertifikasiya imtahanında iştirak eləməlidirlər, sualın tanışlığını görəcəklər. Yəni, yadında sualları təbii ki, saxlayıblarsa. 5-ci sualımız. Hansı ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda azalır? Bir sualda çalışıram bir mövzu haqqında müfəssəl olmasa da qısa da olsa izah verim. Yuvarlaqlaşdırma nəyə görə olur? Mərtəbələrə görə. Qeyd etdiyimiz mərtəbədən sonra gələn rəqəm 0, 1, 2, 3, 4 rəqəmlərindən biridirsə, bir vahid artırırıq, sonrakılar sıfırla əvəz olunur. Verilən rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biridirsə, artım baş vermir, sonrakılar sıfırla əvəz olunur. İndi gəlin bu ədədi 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. Sağdan sola doğru mərtəbələri sayırıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 4-dən sonra gələn rəqəm nədir? 4-dən sonra gələn rəqəm 8-dir. Artım baş verəcək olacaq. Deməli 6 qalır, 4-ü biz 5 ilə əvəz eləyəcəyik. Qalanları 0, 4 dənə rəqəm olduğuna görə 4 dənə 0. 1, 2, 3, 4. 64 min, 648 min idi, oldu 650 min. Deməli nə baş verdi? Artım. İkinciyə baxırıq. Əslində bunu baxanda da görmək olar, amma mən hər birini sizin üçün yuvarlaqlaşdıracağam. 10 minliklər mərtəbəsi burada 1-dir. 1-dən sonra gələn rəqəm 5-dir. Yenə artım baş verəcək. 7, 1 oldu. 2 ilə qalanları 0-la. Neçə dənə 0? 4 dənə 0. Yenə də nə baş verir? 715 min oldu. 720 min. Artım. Yenə də artım baş verdi. Üçüncü 3-dür. 3-dən sonra gələn rəqəm 2-dir. Deməli nə baş verəcək? 3-dən sonra gələn rəqəm 2-dirsə dəyişmə baş vermir. Olduğu kimi qalır. Yuvarlaqlaşdırmada dalğalı bərabərlikdir. 43, sonunda da 4 dənə 0. Yəni 430 min. Deməli, burada azalır. Azalır. Cavabımız elə C variantıdır. Bizdən azalmanı soruşur. Amma hər ehtimala qarşı digər variantlara da baxaq. 986 min də 8-dən sonra gələn rəqəm 6-dır. Artım baş verəcək. 990. Qalanları 0-la. Artım. Artım. Sonra təklik, onluq, yüzlük, minlik, 10 minlik. 5-dən sonra gələn rəqəm 7-dir. Bu artım baş verəcək. 6, qalanları da 0 artım. Deməli, doğru cavabımız C variantı. Gəldik 6-cı sualımıza. Ədədini mərtəbə toplananlarının cəmi şəklində yazın. Bu neçə rəqəmli ədəddir? 1, 2, 3, 4, 5, 6, 7 rəqəmli bir ədəddir. Ümumiyyətlə, məsələn, mərtəbə toplanan cəmi şəklində də olmaq nə deməkdir? Məsələn, 2 rəqəmli AB ədədini biz necə yazırdıq? 10 vurulsun A üstə gələk B. Yaxşı, 3 rəqəmli ABC ədədini necə yazırdıq? Yüzlük mərtəbəsində duran rəqəmi 100-ə vururduq, yəni 100-a üstə gələk 10B üstə gələk C.
Bu yazılışın adı gedir ədədin mərtəbə toplananlarının cəmi şəklində yazılışı. Eləcə indi gəlirik bunu sualda görməyə. Burada baxırıq ki, təklik, onluq, yüzlük, minlik, 10 min, 100 min, tək milyon. 3 milyon 650 min 408. 3'ü milyona vuracaqsan eləyəcək 3 milyon. 3'ün sonunda 6 dənə 0, 2, 4, 6. Əla. Sonra 6 harda durur? 6 100 minlik mərtəbəsindədir. 6'nı 100 minə vuranda eləyəcək 600 min. Üzərinə gəlinsin. Yəni 6 vuraq 100 min əvəzinə 600 min yazılır birbaşa. Olsun, heç bir problem yoxdur. Üzərinə gəlinsin. 0, sonra var 5. 5 10 minlikdədir. Çünki 50 min 408. 5'i 10 minə vuranda eləyəcək 50 min. 50'nin sonunda 3 dənə 0. Yəni 5'in ümumiyyətlə 4 dənə 0. Üzərinə gələk. 0 minlikdədir. 0 edir. Heç nə yazmırsan. 400'lükdədir. Üstə gəl 400. 8 də təhlikdədir. Üstə gələk 8. Belə bir yazılışı. Məsələn, burada görərik 600 min, 50 min. Burada 400 olmalıdır. 4000 yazılıb. A variantı ola bilmir. B variantında 40 var. 400 olmalıdır. Olmur. C variantında 600 min, 50 min, 400. Burada 80 yazılıb. Onluqda ama 8 olmalıdır. O deyil. Cavab sonra 3 milyon 60 min. Burada 60 min değil. 600 mindir. Bu da değil. Doğru cavab Y variantında. Növbəti sualımız, hətta bu 7-ci sual dəfələrlə imtihanda istifadə olunub. 50 yüzlük, 58 yüzlük, 4 onluq, 9 təklik hansı ədədə uyğundur? Verilən, buradakı bu mərtəbəni verilən ədədə vurub toplayacaq. Bu qədər sadə. 58 dənə yüzlük nə deməkdir? 58 vurulsun 100 bərabərdir 5800. 4 onluq nə deməkdir dəyərli müəllimlər? 4'ü ona vuraraq eləyər 40. 9 təklik də 9 vurub 1, elə 9 deməkdir. Biz sadəcə bunları toplayacağıq. Eləyəcək 5800 üzərinə gəlinsin 40, üzərinə gəlinsin 9. Bu da elədir 5849. Doğru cavab D variantı. Növbəti sualımız dəyərli müəllimlər. 3 ardıcıl tək natural ədədin cəmi 237-dir. Ədədlərdən ən böyüyünün təklər mərtəbəsində hansı rəqəm dayanmışdır? Bunu mən sizə birinci praktik usulu göstərəcəm. Sonra da tənlik usulunu göstərəcəm. Və bir şeydə nəzərinizə çatdırım ki, ardıcıl ədədlər mövzusu da tək sertifikasiyada yox, eyni zamanda miqdə də davamlı olaraq düşən mövzular sırasıdır. Birinci praktik usul. Ardıcıl ədədlər tək saydadırsa, bu verilən cəmi, yəni 237-ni 3'ə böləndə eləyir 80. Neçə eləyir 237-ni 3'ə böləndə? 79. 3 dəfə 9 27, 3 dəfə 7 21. Hə, əla. Deməli 3 nöqtə çəkirik. Ortadakı ədədimiz 79'dur. Tək ardıcıl ədədlər dediyinə görə 2 çıxacaqsan əvvələ, daha da özüm 79. Hə, 2 çıxacaqsan əvvələ 77 düşəcək, 2 gələcəksən sonra 81 olacaq. Belə davam da eləyə bilərik, təbii ki, uzada bilərik. İndi bizə deyir ki, ədədlərin ən böyüyünün, yəni bu 81'in təkliklər mərtəbəsində hansı rəqəm dayanmışdır? Təkliklər mərtəbəsində təbii ki, gördüyümüz 1'dir. Gördünüz necə rahat. Bəs dediniz müəllim, tənlik qurma usulu necədir? Ardıcıl tək natural ədədlər, tək ədədlər bildiyimiz kimi 2 2-dir. Ona görə birinci ədədimiz x, ikinci ədədimiz x üstə gələk 2, üçüncü ədədimiz x üstə gələk 4'dür. İndi və bunların da cəmi 237 toplayaq. X üstə gəl, x üstə gələk 2, x üstə gələk 4 bərabərdir 237. 3x də bərabərdir 231, x də bərabərdir 77. Onda birinci ədədimiz 77, 79, 81. Yenə də eyni qaydanı aldıq. Və müəllimlər, bu üsul, bu dediyimiz üsul, bu da yuxarı sinif ya və s. Artıq lap əvvəllərdə deyirdiniz ki, müəllim, mən tənlik qurmaq istəmirəm, tənlik qurmaq bilmirəm. Bu da arzu olunandır ki, bunu da biləsiniz. Yəni tənlik qurmağı da bacarmaq lazımdır. Çünki sırf tənlik qurmaqla məsələ həll olsun və ya tənliklərin özü olsun, mütləq qarşımıza çıxır. Sonra növbəti sualımız ədədi orta ilə bağlıdır. Zaman-zaman bu da bu sualda istifadə olunub, müxtəlif formada düşə bilər. İndi növbəti sınaqlarımızda da təbii ki, hər mövzudan fərqli suallara toxunacağıq. Ədədi orta nəyə deyilirdi? Ədədi orta verilən ədədlərin cəminin onların sayına olan nisbətidir. Toplayaq. 5 fənn üzrə 49, 58, 67, 72, 84. Bunların orta balını hesablayın. Çox rahat. Verilənləri təsəvvür edin. Bu sual əvvəlkilərdə düşüb. Son sertifikasiya imtahanında iyun ayında da 2026-cı ilin iyun ayında keçirilən sertifikasiya imtahanında sual düşmüş. Bucağın perimetri bu qədərdir. Tərəfini tap. Bərabər tərəfli. 3'ə bölürdün. Bu qədər rahat. Yəni heç nəyi gözünüzdə böyütməyin. Onlar sizə əlavə psixoloji gərginlik verir dəyərli müəllimlər. Siz dərsinizə fokuslanın, siz öyrənməyə fokuslanın. Hamısı gəlib öz yerini alacaq. Bunu mən sizə əminliklə deyirəm. Və bir şey 100% deyirəm. Siz bizim bu sınaqlarımızı, məsələn 25 dənə sualdan kimsə 20 plus yazıb, mümkün deyil ki, geçsin imtahanda 10 dənə yazsın. Yəni o potensialınız varsa deməli yaza bilirsiniz. Sadəcə
təkmilləşdirmək lazımdır. Davamlı hazırlaşmaq lazımdır ki, riyaziyyat biraz vərdiş tələb edir. Verilən ədədləri toplayaq. 49 üstəgələk 58 üstəgələk 67 üstəgələk 72 üstəgələk 84 5 fən olduğuna görə 5-ə bölür. Ədədi orta cəmin sayı bölünməsidir. Toplasaq 330 eləyər. 5-ə böləndə 66. Bu da elədi doğru cavab D variantı. Növbəti sualımız üçbucaqlarla bağlıdır. Üçbucağın birinci bucağı düz bucaqdır. Əla. Düz bucaq 90 dərəcədir. Deməli, üçbucağın bir bucağı 90 dərəcədirsə, bu bizim düzbucaqlı üçbucağımızdır. Bu 90 dərəcə olsun bura. Qeyd elədik. 90 dərəcə. İkinci bucaq, üçüncü bucaqdan 16 dərəcə böyütür. Bura ikinci bucaq olsun, bura üçüncü bucaq. Onda üçüncü bucağımız x-dirsə, ikinci bucağımız x üstəgələk 16 dərəcədir. Bunları toplayıb 180-ə bərabər eləyərik. 90 dərəcə üstəgələk x üstəgələk 16 dərəcə üstəgələk x bərabərdir 180-ə. Bunu yazdıq bu formada. Toplasaq 2x bərabərdir 90 ilə 16 106 eləyər. 180-ə 106-ın çıxanda 74. X də bərabərdir 37. X-in qiymətini 37 tapdıq. Üçüncü bucağı tapın deyir. Bizə deyir ikinci bucaq üçüncü bucaqdan böyükdür. Üçüncü bucağımız x idi. İkinci bucaq x üstəgəl 16 idi. Sadəcə olaraq doğru cavab 37. Növbəti sualımız tutum vahidlərlə bağlı olan sualdır. Tutumu 3 litr olan boş qaba əvvəl 425 ml, sonra 960 ml su tökdülər. Qabın tam dolması üçün daha nə qədər su tökülməlidir? Tutum vahidlərində 1 litrimizin 1000 millilitr olduğunu bilirəm və bilməliyəm. 3 litr o zaman olacaq. 3 litr bərabərdir 3000 millilitr. İndi əvvəlcə 425 sonra 960 su tökürlər. 425-in üzərinə 960-ı gəlirik. Bu bərabər eləyir 1385 millilitr. İndi 1385 deyir. Daha nə qədər su tökülməlidir? 3000 buradadır, 1385 burada. 3000-dən çıxıram 1385-i qalır 1615 millilitr. Cavabda 1615 millilitr birbaşa yoxdur. Deməli, bunu həm litrlə, həm də millilitrlə verib. Bu 1615-in minini 1 litr qeyd eləyə bilirəm. 615-ini də belə yazaram. 615 millilitr. 1 litr 615 millilitr. Doğru cavabımız B variantı. Növbəti sualımız ifadədə A-nın 4 mislini tapın. Bir növ tənlik kimi də düşünülə bilər. Amma burada incə bir məqam var. Baxın, müəllimlər burada ciddi səhv eləyə bilər. Birinci 24-ü 6-ya vurub, sonra 288-i 144-ə bölə bilər. Amma qətiyyən belə deyil. Çünki hazırlıq müddətində mən müəllimlərdən yanlış bir şey eşitmişəm. Hərsən bunu heç bir məktəb deyə bilməz. Amma müəllimlər də iddia eləyir ki, indi MİQ olsun, sertifikasiya olsun. Müəllim, bizə məktəbdə müəllimimiz demişdi ki, vurma bölmə varsa birinci vurmanı yenə etdirir. Belə bir şey qətiyyən yoxdur. Olmaz. Hansı birinci gəlirsə onu. Yazıram buradan A üstəgəlik. 288 bölünsün 24. Əvvəlcə 24-ə bölüb, sonra 6-ya vuracaqsan. 288-i böləndə 24-ə bərabər eləyəcək 12. Deməli, A üstəgəlik 12 vurulsun 6 bərabər 228. Və birbaşa yazmadım. Yəni 12-ni də lap 6-ya vurub 72 yaza bilərik. Sonra A üstəgəlik 72 bərabərdir 228. A bərabərdir 228-dən 72-ni çıxanda 156 qalmalıdır da. Bəli. 156. İndi A-nın 4 mislini tapın. 156-nın 4 misli. 156-nı 4-ə vuranda 4 dəfə 6 24 yazaq. 2 yadda 4 dəfə 5 2 22 2 yadda 4 dəfə 4 2 yadda 2 624. Doğru cavab A variantı. Gəldik növbəti hesab əməllərinin ardıcıllığı ilə bağlı. Son imtahanda da bax bunlar düşmüşdür. Diqqətli olun. Sadədir. Çətin bir şey yoxdur. Dəyərli müəllimlər. Amma buradakı incə məqam nədir? Bunu çətinləşdirən bunların ədədlərin böyük olmağı, sizin cüzi bir hesablamada səhv eləyə bilmə ehtimalınızın çox olması, bax bunlardır. Ona görə səbir göstərən bu tipli suallardır. Əvvəlcə biz demişik ki, mötərizənin içərisi həll olunur hesab əməllərində. Mötərizənin içərisində isə 2 dənə əməliyyat var. Bölmə, sonra da toplama. Birinci yerinə yetirək. Birinci addım 4125-i böləcəksən 5-ə. Bərabər eləyəcək 825. İkinci 825-in üzərinə 2375-i gəlirik. Bu bərabər eləyəcək nə qədər? Bunu lap biz bir yerdə toplaya bilərik də. 3200.
3200. Bu bizim mötərizəmizin ümumi qiymətidir. 3200. Elə bil aldıq biz nəyi? 142.568 çıxılsın 3200. Amma burada bir bölməmiz var. Bu bölməni də yerinə yetirməliyik. Burada yerinə yetirək bölməmizi 528-i böləcəksən 3-ə. Eləyəcək 176. Hə. Bax bunu sonradan da yazın. Birinci də yazın. Fərqi yoxdur. Onsa yenə bunu gətirib belə yazacaqsan da. Qalır bu hesablamamız. İndi 142.568-dən 3200-ü çıxıb, sonra da 176-nı çıxsan, cavab olaraq alarıq 139.192. 139.192. Sadəcə bax burada ədədlər görürsünüz nə qədər böyükdür. Yəni bunlar da məqsədli şəkildə verilir ki, müəllimlər hər hansı bir elementar səhv eləyə bilərsiniz. Növbəti tənlik. Bu tənliyimiz də yenə də bax görürsünüz bənzərdir. Əvvəlcə yenə mötərizənin içərisi həll olunacaq. Mötərizənin içərisində x çıxılsın bu 6432 qalır. Mötərizənin içərisində 5890-ı 10-a böləndə bu sıfırlar gedir. 589 qalar. 589-dan 276-nı çıxsaq qalar 313. Deməli x çıxılsın 6432 üstəgələk 313 bərabərdir 4517. X bundan çıxanda birinci böyüyün işarəsini yazıb böyükdən kiçik çıxsaq 6432-dən 313 çıxsaq 6119 bərabərdir 4517. Buradan x də bərabərdir 10636. 10636 doğru cavab C variantı. Növbəti sualımız ehtimalla bağlıdır. Ehtimal adı müəllimlərə biraz qəribə gəlir. Müəllim ehtimal və s. Sizə bax bu formada çox rahat. Bunun hər biri bir mövzudur, dəyərli müəllimlər. O mövzunun da biz dərslərdə təbii ki, mövzu keçməklə yanaşı o mövzuya aid ən azı bir 50 dənə, 100 dənə daha çox sual işləyirik, sınaq işləyirik. O mövzu bizim beynimizə hopur. Yəni mütləqdir ki, bunların siz hər birinin mövzusuna baxasınız. Sınaqda təbii ki, bir sualın bir mövzunu da öyrənmək biraz müşkül məsələdir. Amma biz maksimum şəkildə çalışıram ki, ətraflı məlumat verim. Qutuda 22 mavi, 13 sarı, 9 yaşıl kürəcik var. 9. Təsadüfən qutudan çıxarılan bir kürəciyin sarı olması ehtimalını tapın. Dəyərli müəllimlər, bu tipli sualları həll eləyəndə biz hadisənin ehtimalı ümumiyyətlə ehtimal bərabərdir əlverişli hallar, əlverişli hal. Bölünsün, burada mümkün də yazılır, bütün də yazılır. Yazıram bütün hallara. Bütün hal. İndi bütün hallarımızı tapaq. 22 üstəgələk 13 üstəgələk 9 bərabərdir 44. Deməli, bütün hallarımız 44'dür. Yazdım bura 44. İndi hansı rəngin ehtimalını mənə soruşursa, sürəti onu yazacaqsan. Sarını soruşursa o 44'də 13 olacaq. Əgər mavini soruşsa 44'də 22 olardı. Yaşıl soruşsa 44'də 9. İndi ixtisar da varsa cavabdan asılı olaraq ixtisar eləyə də bilərsən, eləməyə də bilərsən. 44'də 13. Bu da bizdə dropla yazılıb. 13, 44. Belə bir cavab var. D variantında. Gəldik ibtidai riyaziyyatın ən vacib bölmələrindən olan, hər imtahanda 100% düşən suallardan olan kater məsələsindən bağlıdır. Bu da imtahanda istifadə olunmuş sualdır. Çayın uzunluğu 60 kilometrdir. Bu bizim çayımızdır. Bunun uzunluğu 60 kilometrdir. Teplaxodun çayın axınına qarşı sürəti 20 km saatdır. Axına qarşı sürət, tutaq ki, axının istiqaməti belədir. Teplaxod bunun üzərində bu istiqamətdə gedir. Deməli, oxlar əksdir. Bir-birinə əks olanda elə bir sizin küləyə qarşı getməyinizdə sürətlər çıxılır. Yəni, teplaxoddur, katerdir, motorlu qayaq da eyni anlayışdır. Teplaxoddan çayı çıxanda bərabərdir 20. Bu bir tərəfdə də mənə çayın sürətini verib. Çayın sürəti nə qədərdir? 5. Deməli, mənim birinci mərhələdə tapmalı olduğum teplaxodun sürətidir. Teplaxod çıxılsın 5 bərabərdir 20. Teplaxodun sürəti 25 imiş. Bunu da tapdıq. Teplaxodun sürəti də məlumdur, çayın sürəti də məlumdur. İndi başqa bir şey soruşur. Teplaxod bu məsafəni gedib qayıtmağa. Burada çox vacib məsələ var. Gedib qayıtmaq. Bu deməkdir ki, dəyərli müəllimlər, çay istiqamətində biz axın ilə getmişiksə, geriyə axına doğru qayıtmışıq. Və ya axına qarşı qayıtmışıq. Və ya gedəndə axına qarşı getmişiksə, qaydanda axın ilə olacaq. Deməli, gedib qayıtmaqda həm axına qarşı sözü anlaşılır, həm də axın ilə anlaşılır. Ona görə 60'ı zamanı tapmaq üçün bir dəfə bunların sürətləri cəminə bölürük.
Tutaq ki, axına gedəndə axın ilə gedir. 25 üstəcələk 5-ə. Bu elədi 2 saat. İndi gedəndə axın ilə gedir. Bu artıq qaydanda nə olacaq? Axına qarşı. Fərqi yoxdur. Birinci o birini də yaza bilərsiniz. 60 bölünsün 25 çıxılsın 5. 20 60-ı da 20-yə böləndə 3 saat. Və bunlara cəmi nə qədər dediyinə görə 2 üstəcələk 3 bərabərdir 5 saat. Doğru cavab C variantı. Növbəti suallarımızdan biri, vacib suallarımızdan biri. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 8 sm. Maraqlı sualdır. Bax, kvadratın daxilinə çəkilmiş çevrə də miq və sertifikasiyanın ən vacib suallarındandır. Əgər kvadratın daxilinə çevrə çəkmişiksə, bunun radiusu verilibsə, radius tərəfin yarısını, tərəf bölü 2, belə yazıram. Tərəf bölü 2 bərabərdir radius. Yəni, bunu görürük də, onsuz da, bax, bu radiusdur, bütövi tərəf diametrdir. Buradan bura qədər olan, bax, bu radius tərəfin yarısına bərabərdir. İndi radius 8-dirsə, tərəf 16-dır. Və kvadratın tərəfi 16-dırsa, indi bizə deyir kvadratın alınan fiqurun perimetri. İki tərəf üzərində də bərabər tərəfli üçbucaq qurulur. Onda bu kvadratın radiusu, çevrənin radiusu 8-dirsə, tərəf 16-dır. Onda burada 16 olacaq. Burada 16, 16, 16, 16, 16. Perimetr deyəndə bu içəridəki xətlər mənə lazım deyil. Kənar xətlər lazımdır. Yəni fiqurumuz budur. Baxın, oxşatmağa çalışaq. Elə bil bu fiqurun, elə bil biz perimetrini tapırıq. Buradan belə, buradan da belə. Burada neçədən 16 var burada? 1, 2, 3, 4, 5, 6. 6 dən 16-nı toplayacağıq. Yəni 6-nı vurarıq 16-ya. Bu da bərabər elədir 96. Doğru cavab D variantı. Növbəti suala baxırıq, dəyərli müəllimlər. Dülgər bir stul hazırlamaq üçün taxtaları kəsməyə 35 dəqiqə, yapışdırmağa 15 dəqiqə, stulu rəngləməyə isə 30 dəqiqə vaxt sərf edir. O işini saat 8:30-da başlayıb, saat 18:30-da bitirdi və günorta 40 dəqiqə nahar fasiləsinə çıxdı. Dülgər bir gündə neçə stul hazırladı? Zaman məsələsi kimi düşünülə bilər və potensial imtahan sualıdır. Baxaq, əvvəlcə biz bir stulun hazırlanmasına sərf olunan vaxta baxaq. Taxtaları kəsməyə 35 dəqiqə. Deməli 35. Yapışdırmağa 15 dəqiqə, 15. Rəngləməyə də 30 dəqiqə. Toplasaq 65, 80 dəqiqə. Deməli, dəyərli müəllimlər, bu 80 dəqiqə bir stulun ümumilikdə hazırlanmağına gedən vaxtdır. O işini səhər 8:30-da başlayıb, 18:30-da bitirdi. 18:30-da bitirib 8:30-da başlayıbsa, 18:30-dan çıxıram 8:30-u. Görək bu nə qədər işləyib. Qalır burada 30-lar gedir, 18-dən 8, 10 saat. Dəqiqəyə çevirəcək. 1 saatımız 60 dəqiqədir, onu da 60-a vuranda 600 dəqiqə. Amma dəyərli müəllimlər, burada 40 dəqiqədə nahar fasiləmiz var. 600-dən də 40-ı çıxıram, bərabərdir 560 dəqiqə. İndi 560 dəqiqə nədir? 560 dəqiqə Dülgərin ümumi iş saatıdır. Bir stulda 80 dəqiqəyə hazırlanıbsa, 560 dəqiqə ərzində neçə stul hazırlanır? Bunu tapmaq üçün 560-ı bölərik 80-ə, sıfırlar gedər, 56-da 8-ə 7 dənə stul. Deməli, Dülgər bir gündə 7 dənə stul hazırlaya bilir. Növbəti mütləq imtahanda düşən suallardandır və sonra təkrar da düşüb müxtəlif seanslarda. Pendir 4 çeşidlidir. Pendir yenə də başqa şey də ola bilər. Ən bahalı və ən ucuz pendirdən yarım kiloqram alsanız neçə manat ödəyərsiniz? Bu necə həll edəcək? Əvvəlcə hər bir pendirin hansının bahalı, hansının ucuz olduğunu tapaq, sonra da hər birinin yarım kiloqramın qiymətini taparıq. Burada bunu müxtəlif üsulla yazmaq olur. Məsələn, 500 qram şuşa pendiri burada verilib. Gəncənin 500-ünü tapmaq üçün 2-yə vurmaq olar. Yaza bilərsiniz, yenə deyirəm. Amma daha rahat. Elə hər birinin 1 qramlı qiymətini tapaq. Burada da manatları qəpiyə çevirək. 4 manatımız 400-dür. 400 qəpiyi 400 qrama bölürük. 1 qramını tapırıq. Hər birinin 1 qramı 1 qəpikdir. 1 qəpik. 12 manatımız 1200 qəpikdir. 1200-ü 250-yə böləndə 4,8 qəpik. Belə daha rahat və ən uyğunudur. Yəni, sən hər bir şeyin 1 qramını tapmaq üçün ümumi qiymətini ümumi çəkiyə bölməlisən. 6 manatımız 600 qəpikdir. Böləcəksən 500-ə. Bərabərdir 1,2 qəpik. 8 manat 800-dür. Böləcəksən 200. Onluq kəsirdə, qabaqda da salmışam başda. Onluq kəsirdə mütləq hər imtahan düşür. Bu da bərabərdir 4 qəpik. İndi, dəyərli müəllimlər,
Hər birinin 1 qramını tapın, hansının bahalı, hansının ucuz olduğunu görərik. Baxında görürük ki, ən ucuz Tovuz pendiridir. Ən bahalı Gəncə pendiridir. Bahalı. Hər birindən yarım kiloqram alaq. Tovuz pendirinin 1 qramı 1 qəpikdirsə, yarım kiloqramı nə qədər olacaq? Yarım kiloqramda 500 qramdır. O zaman 500'ü vuraram 1 qəpiyə. Yəni mən tovuz pendirinin 1 qramı 1 qəpikdir, yarım kiloqram almaq istəyirəm. Çünki ən ucuz budur. 500'ü 1'ə vuranda belədir. 500 qəpik. Bu da bərabərdir 5 manat. Bura yazıram ən ucuz. İndi gəlin bahalısına baxaq. Ən bahalısı Gəncə pendiridir. 4,8 qəpikdir 1 qramı. Bundan da 500 qram alaq. 500'ü vurursan 4,8'ə, vergüllə 0 gedir. 50'ni də 48'ə vuranda 2400 qəpik. Bu da bərabərdir 24 manat. Ən bahalı. İndi bizə deyir ən ucuz və ən bahalıdan yarım kiloqram alaq. 5 manat 24 manat. Cəmi nə qədər pul ödəyərsiniz? 5 üstəgələ 24 manat bərabər 29 manat. Doğru cavab C variantı. Deməli, sonra 20-ci sualımız. 20-ci sualda hansı onluq kəsir daha böyükdür? Son imtahanda istifadə olunmuşdur. Onluq kəsirləri müqayisə eləmək üçün əvvəlcə tam hissələrinə baxırıq. Hər birinin tam hissələri baxın bərabərdir. Deməli tam hissədən keçdik. Sonra keçirik uyğun mərtəbələrə. Bir də baxın, vergüldən sonra burada bəzilərində 3 rəqəm var, bəzilərində 2 rəqəm, bəzilərində 1 rəqəm. Biz işimiz rahat olsun deyə bunun hər birini 3 rəqəm eləyək ki, rahat görsənsin. Yəni buna onluq işarələrinin sayı deyirlər. Onsuz da vergüldən sonra sıfırların sayının heç bir mənası olmur, amma gözümüzə daha uyğun görsənsin deyə mən sıfır artıraq ki, daha rahat müqayisə eləyə bilərik. Bura 0 yazaq, bura 0 yazaq, onsuz da burada 3 rəqəmdir, bura 0, 0. Əla. İndi keçirik onda birlər mərtəbəsinə, vergüldən sonra. Onda birlər mərtəbəsində baba burada 3'lər var, bir də birlər var. Dərhal buradan, yəni ən böyük deyə, deməli bu sıradan çıxdı. İndi keçirik yüzdə birlər mərtəbəsinə. Buradan bura baxırıq, buradan bura baxanda bu sıfırlar çıxır, kiçiklərə baxırıq. Ən kiçiklər buradan da B çıxdı. Elə bu da bayaqdan çıxmışdı. Baxanda görmək olur ki, bir bunların hər birindən böyükdür. Deməli doğru cavab A variantında. Yəni 6 tam %31 bunların içərisində ən böyük olanıdır. Burada 301 ilə, məsələn 6 tam 301 ilə və ya 303 ilə çalışa bilərsiniz. Tam bərabərdir. Onda bir bərabərdir. Burada bir sıfırdan böyük olduğundan bu da böyükdür. Doğru cavab A variantı. 21-ci sual müəllimlər. Rəqəmləri ən kiçik 3 rəqəmli rəqəmləri müxtəlif tək ədəd. Ən kiçik rəqəmləri müxtəlif tək ədədimiz ümumiyyətlə bizim 101-dir. Amma rəqəmləri müxtəlif dediyinə görə biz bunu yazacağıq 103. Tək ədədlə şərtini ödəyən ən böyük tək ədəd 6849-dan kiçik ən böyük tək ədəd 6847-dir. İndi bunların hasili. Bax bu sual olaraq sadə sualdır. Amma 103'ün 6847'ye vurulması və s. bu böyük əməliyyat tələb edir, yəni istər istəməz. Və siz orada çaşa bilərsiniz, böyük ədəd alınacaq deyə. 6847'ye vuranda bu eləyəcək 705.241. İndi bunun da rəqəmləri cəminə baxırıq. 7 üstəgəl 0, üstəgəl 5, üstəgəl 2, üstəgəl 4, üstəgəl 1. Toplasaq 12, 14, 16, 12, 14, 18, 19. Cavab B variantı. Çevrənin diametri 26 santimetrdirsə, radiusu neçədir? Bu bizim çevrəmizdir. Bu çevrənin diametri 26 santimetrdir. Radiusuna baxsaq, tapmaq üçün diametr. Bax, son imtihanda düşən sualdır. Təbii ki, orada məsələn diametr 30 idi. Mən dəyişmişəm də sualı. Bir də təkrar edirəm. Son imtihanda düşən sualdır. Yəni ona görə heç nədən qorxmayın müəllimlər. Kim nə dedi, Əli nə dedi, Vəli dedi. Onsuz da sınavımızda asan da sual var, orta da var, çətin də var. 26'nı bölürsən 2'yə bərabər 13. Çünki diametr bərabərdir 2 dənə radiusa və ya diametr 2'yə böləndə radiusu almış oluruq. Fəza fiquru. Tili 6 cm olan kubun tam səthinin sahəsini tapın. Bu da son imtihanda düşən suallardandır. Bu bizim kubumuzdur. Bu kubun tili 6 santimetrdir. Kubun bir üzü kvadratdır. Və 6 dənə kvadrat olduğuna görə tam səthin sahəsi
S bərabərdir 6A-nın kvadratı olacaq. Bir üzründə sayısı kvadrat olduğuna görə burada 6 olacaq. Elə bil 6, 6. 6-nı 6-ya vuranda 36 eləyəcək. Tam səthin sayısını tapmaq üçün 6 vurulsun 36. 6 dəfə 6, 36 yazaq. 3 yadda, 6 dəfə 3, 18. 3 də yadda, 21. Deməli, bu kubun səthinin sayəsi 216 kvadrat santimetrdir. Doğru cavab D variantı. Növbəti potensial imtahan suallarından Təranənin atası qiyməti 23.000 manat olan avtomobil aldı. Əla. O pulunun 5də 2 hissəsini ödədi. 23.000-in gəlin 5də 2-sinə tapaq. Bölürük 5-ə, vururuq 2-yə. 5-ə bölüb 2-yə vuranda bu eləyəcək 9200 manat. Qalan hissəsini ödəmək üçün qalan hissə nə qədərdir? 23.000-dən çıxıram 9200-ü. Bərabər eləyir 13.800 manat. İndi qalan hissəsini ödəmək üçün bankdan 1 illik kredit götürdü. Və şərtə görə deməli 13.800 manat kredit götürüb. Şərtə görə bir ərzində bankdan götürdüyü məbləğdən əlavə, yəni 13.800 manatdan əlavə onun %18 hissəsini qaytarmaq lazımdır. Əlavə %18-i. 13.800-ü böləcəksən 100-ə, vuracaqsan 18-ə. Bu da bərabər eləyir 2484 manat. Deməli, əlavə 2484 manat pul ödəməliyik əlavə olaraq. Amma mənə sual verilir ki, Təranənin atası banka bir il ərzində cəmi nə qədər pul ödəməlidir? 13.800-ün üzərinə 2484-ü gələndə eləyəcək 16.284. Düz yazıldı, bəli. Deməli, bəli, 16.284. Doğru cavab 16.284 manat harda var? A variantında. Növbəti ilk baxışda gözünüzü qamaşdıran, amma elə də çətin olmayan bir sualdır. Narahat olmayın. Dairəvi diaqramda bir nəşriyyatın bir ay ərzində çap etdiyi kitabların janrlar üzrə paylanması göstərilmişdir. Bədii ədəbiyyat janrında çap olunan kitabların sayı. Baxın, burada göy rəng bədii ədəbiyyatdır, qırmızı rəng dedektivdir, sonra yaşıl rəng elmi kütləvidir, sarı şeirdir, sonra narıncı rəng ensiklopediyadır. Uşaq ədəbiyyatı da nədir burada? Uşaq ədəbiyyatı da açıq, buna firuzəyi rəngdə deyə bilərik də və ya açıq mavi, açıq yaşıl. Hə, indi baxaq. Dəyərli müəllimlər, bunu çox qarışıq yollarla izah edə bilərik. O artıq bizim üçün lazım deyil. Bizə nə lazımdır? Maksimum sadə. Məxrəclər nə görürük? 14-də 4, 14. Deməli, onda bütövi bunun 14 hissədir. Əla, görün necə rahat həll eləyəcək. Baxın, dəyərli müəllimlər. 14 hissə. Onda yazıram bura bədii ədəbiyyat. Kəsr ümumiyyətlə nə deməkdir? Məxrəc neçə yerə bölündüyünü, sürətlə onun götürüldüyünü. Bədii ədəbiyyat 14-də 4. Deməli, bədii ədəbiyyat 4 hissədir. 4 hissə. Yazıram bura dedektiv. Dedektiv hardadır? Qırmızı. 14-də 3 hissə. Yazıram bura 3 hissə. İndi gəlirik nəyə? Bax, bu cümlə çox önəmlidir. Bədii ədəbiyyat janrında çap olunan kitabların sayı ilə uşaq ədəbiyyatı və çap olunan kitabın ümumi sayına bərabərdir. Sayı ilə uşaq ədəbiyyatı və çap olunan kitabın ümumi sayı sayı ilə uşaq ədəbiyyatı və ensiklopediya janrında çap olunan kitabların ümumi sayı bərabərdir. Sonra nə var? Dedektivdən sonra bizdə nə var? Dedektivdən sonra bizdə var elmi. Yazıram bura elmi. Qoy yazaq elmi. Sonra şeir. Hamısını yazaq. Şeir. Şeirdən sonra uşaq. Burada yazıram ensiklopediya. Əla. Narıncı hansıdır? Şeir. Şeir kitabı konkret mənə verilib. Bərabərdir. Bura bir yazıram. Elmi uşaq ensiklopediyanı mən hissələrini bilmirəm. Amma başqa bir şey verib mənə. Uşaq ədəbiyyatı və ensiklopediya janrlarının ümumi sayına bərabərdir. Uşaq ədəbiyyatını burada yazılıb. Uşaq ensiklopediya. Ensiklopediya da var. Burada ensiklopediya da bir hissədir. Burada yazıram bir hissə. Dəyərli müəllimlər.
Bədii ədəbiyyat 4 hissədir. 4 hissə nəyin cəminə bərabərdir? Ensiklopediya ilə uşağın. Ensiklopediya 1-dir. Onda 1 ilə nəyin cəmi 4 eləyir? 3 hissədə onda uşağa düşür. 3 hissə. Ensiklopediya 1 hissə. Şeir 1 hissə. Daha hamısını bildik, bir dənə elmi qalıb. Elmini də necə taparıq? Toplayıb 14-dən çıxarıq. 4, 3. Yazıram bu, onda 14 çıxılsın. 4 üstə gəl, 3 üstə gəl, 1 üstə gəl, 3 üstə gəl, 1. 4, 3, 7, 10, 12. Onda burada qalır 2 hissə. Deməli, artıq bunu da müəyyənləşdirdik. Burada elmiyə 2 hissə qaldı. Şeir də 1 hissə idi. Belə, hamısını tapmışıq. Məsələmizin həlli hazırdır. Biraz qarışıq gələ bilər. Sual da sadə sual deyil. Yenə deyirəm. Maksimum şəkildə gör neçə dəfə eyni şey deyirəm ki, başa düşməyə çalışırsınız. Ədəbiyyat verilib, sonra bizə uşaq ensiklopediya verilib və s. verilənlər var. Amma deyir ki, bədii ədəbiyyat, cümlə buradan çıxır. Uşaqla ensiklopediyanın cəminə bərabərdir. Ensiklopediyada 1-dirsə, uşaq onda 3 hissədirsə, 3 ilə 1-in cəmi 4 hissə eləməlidir. Bunlar hamısı hazırdır. İndi bir hissənin neçə kitab olduğunu tapaq. Bir hissənin neçə kitab olduğu uşaq ədəbiyyatında görsənir. Baxın burada bu firuzəyə rəng dediyimiz 360 kitabdır. Hə? 360 kitab 3 hissədirsə, onda bir hissə bərabərdir. 360-ı bölürsən 3-ə, 120 kitab. Deməli, uşaq ədəbiyyatı bir hissənin 120 kitab olduğunu bildik. Əla. Bir hissə bərabərdir 120 kitab. Bizə deyir ki, bədii ədəbiyyat 4 hissə idi. 4-ü vurduq 120-yə, bərabər elədi 480. Elmi kütləvi 2 hissə idi. 2-ni vurduq 120-yə, bərabərdir 240. Və ensiklopediya janrı. Ensiklopediya 1 hissə idi. 1-i vurduq 120-yə, bərabərdir 120. Ədədi ortasını tapın. Toplayırıq. 480, üstə gələk 240, üstə gələk 120, bölünsün. 3 növ kitab olduğuna görə 3-ə. Bu da bərabərdir. 3 kitab olduğuna görə 840 bölünsün 3 elədi 280. 280. Doğru cavab elədi müəllimlər, C variantı. Deməli, mən sizə dəyərli müəllimlər 25 suallıq proqram daxilində olan, proqrama uyğun olan bir sınağın izahını verdim. Tam imtahan formatında. Heç nədən narahat olmayın. Videonun rəy bölməsində neçə səhv, neçə düz olduğunu qeyd edərsiniz. Dediyim kimi yeni qruplarımıza da, endirimli qruplarımıza xüsusi olaraq qeydiyyat davam edir. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb qruplarımıza qoşula bilərsiniz. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.